Salam, hər vaxtınız xeyir. Oruç duanızı təbrik edirəm. Allah dualarınızı qəbul eləsin. Allah bu oruç duanı Elxanı tez bir zamanda ayağa qaldırsa. Elxanın ağrıları biraz bu aralar çox ağırlaşıbdır. Dərmanların yenidən həbsini dəyişməli oldular. Bizim müalicələrimiz uzanmalı oldu. Biz neçə müddətdir ki, 1-2 aydır ki, biz Türkiyədəyik. Hal-hazırda Elxan barəsində həkimlər bizə heç nə deyə bilmirlər. Elxanın bağırsağın ağrıları çox ağırlaşıbdır. Ona görə biz bu zamana ehtiyacımız var. Sizin dəstəyinizə, köməyinizə Allah sizlərdən razı olsun. Allah sizlərə olsun ki, bizə dəstək olursunuz, kömək olursunuz. Çox sağ olun.